Salam, hörmətli kanal izləyicilərimiz. Bir Nəsimən Masazır qəsəbəsində şok marketin arxasında belə bir gözəl bir evimizdən mən tanış edirəm. Evimiz qismən əşya satılır, onu da xatırladım sizə. Evimiz 105 kvadrat ümumi tikinti sahəsidir. 2 sotaqlı torpaq sahəsinin üzərində inşa olunub. Burası evimizin mətbəxidir. Bax, belə bir geniş mətbəxi var. Yəni burada stoslu qobrasını nahar edə bilərsiniz. Kupçalıdır. Bir daha buradan mən sizə qonaq otağını görsədim. Yuxarı mərtəbəsi də var. İrəlidə onu mən sizə göstərəcəm. 2 mərtəbədir. Burası evimizin sanitari qoşuladı, hörmətli kanal izləyicilərimiz. Burada sol tərəfi qardırobçu nəzərdə tutulub. Burası isə sanitari qoşulaq. O işığını yandırım. Daha doğrusu söndürdük. İstəyə görə burada arxadakı otağımızda yataq otağı da bilərsiniz. Burada həcmdə əlavə tikintisi var. Mətbəxi ora sala bilərsiniz. İndi isə mən sizə ikinci mərtəbəyə tanış edim. Buradan mətbəxə həm buradan da girişi var, həm də həyətdən də girişi var. Hörmətli kanal izləyicilərimiz tikilib, remontsuzdur, baxı formadadır. Onu da göstərdim sizə. İkinci mərtəbəsində bir otağımız, ikinci otağımız və pilləkənimiz, ikinci mərtəbəyə qalxan pilləkənimizdir. Burada geniş belə bir gözəl bir yataq otağı da burada var. Demək bir qonaq otağı burada, belə geniş bir yataq otağı var. Kombi sistemi işləh vəziyyətdədir. Pəncərəsi birbaşa öz həyətinə baxır, rahatsız həyətinə maşın daxil olur. Marşrut xəttinin məsafəsi 100 metrdir, hörmətli kanal izləyicilərimiz. Yolu asfaltdır. Şok marketin arxasında yerləşir. Burada isə ikinci mərtəbə yerləşən ikinci yataq otağıdır, hörmətli kanal izləyicilərimiz. Burada da divarla məsafəsi 1 metrə saxlanılıb. Qoşadaşdı, remontu sərqə saxlanılıb. Evimiz ikinci ev kimi istifadə olunur, onu da xatırladım sizə. Hal-hazırda kirakeş qalır burada. Qiymət 85.000 manatdır. İsə mən həyət yan sayəsində tanış edim. Evimizin sağ tərəfində məsafəsi saxlanılıb. Kombidir, kondisioneri burada mövcud işləh vəziyyətdədir. Və burada isə həyət yan sahəsidir. Rahatsızlıq həyətində burada atılım, maşın daxil olur. Qaz, su, işıq, mərkəzi panel sistemi hamısı tam qaydasındadır. Evimizin fasad görünüşünü görsün. Bax, belə bir gözəl bir fasad görünüşündədir. İpoteka yer aladı. Evin də torpağın tam bütçə sənədləri qaydasındadır. 85.000 manatda evimiz satışa çıxıb, sözsüz real azlarına yeni indirim olunacaq. Ətraflı məlumat üçün zəhmət bilərsiniz. Kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni satış birinci növbədə siz tanış ola biləsiniz.